Hər kəsə salam, hər vaxtınız xeyir olsun. Bu videoda bu motivin sxemini sizlərlə bölüşürəm. Baxın, belədir. 3 rəngdən istifadə etmişəm. Arxa hissəsi belədir. İpləri hələ tam düyünləyib kəsməmişəm. Baxın, belədir. Ölçüsünü qeyd edim sizə. Ölçüsü 9 cm-in 9 cm-dir. Yəni kvadrat şəklindədir. Bu motivdən çantalar toxuya bilərsiniz, uşaq geyimləri, əsasən də qız üçün olan geyimlərdən toxuya bilərsiniz. İndi isə toxunma qaydasına keçə bilərik. Xoş izləmələr. Motivi toxumaq üçün bu 3 rəngdən istifadə edəcəm və bu milçadan istifadə edəcəm. Milça 2,5 mm-dir. İplər isə istənilən ipdən istifadə edə bilərsiniz. Yarnarçınız, yəni o ölçüdə olan istənilən ipdən istifadə edə bilərsiniz. Mənim indi istifadə etdiyim bu 2 rəng yarnarçınız ipidir. Bu isə Madamella Dogu ipidir. Yəni ikisinin də qalınlığı eyni olduğu üçün qarışdırıb toxumaq olar. İndi ilk olaraq yaşıl rəngdən, daha doğrusu bu rəngdən başlayıram. Bunun üçün ilk öncə 5 zəncir çəkirəm. 1, 2, 3, 4, 5. 5 zəncir çəkdim. İlk ilmək ilə ilmək sürüşdürmə edirəm. İlmək sürüşdürmə etdim. Bu qısa olan ipi də dartıram. Baxın, burada belə bir dairə əmələ gəlir. İndi 3 zəncir çəkirəm. 1, 2, 3. 3 zəncir çəkdim. İpi doladım. İndi bu alınan dairənin içərisinə, baxın, bunun içərisinə, halqanın içərisinə 12 ədəd trabzan toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və 12. 12 ədəd trabzan toxudum. İndi ilk ilmək ilə, baxın bununla, baxın bu ara ilə ilmək sürüşdürmə edirəm. Sonra isə bir zəncir çəkib ipi kəsirəm. İndi digər rəngə keçəcəm. İpi kəsdim. Baxın, bu oldu belə. İndi isə çəhrayı rəngi keçirəm. Çəhrayı rəngi götürdüm. İstənilən yerdən başlaya bilərəm, amma elə həmin ilmədən başlayıram. Baxın, buradan. Əvvəlcə bundan belə edim. Baxın, belə. İndi həmin ilmədən, həmin bu ilgəyi keçirirəm. Və 1, 2. 2 zəncir çəkdim. 2 zəncir çəkdim. İndi burada 12 ədəd trabzan var. İndi bu 12 ədəd trabzanın üzərinə 12 ədəd gül kimi bir şey edəcəm. İndi o necə edirəm? İpi doladım. Eyni yerə, baxın, oldu 3 dənə. İkisindən keçirtdim. İndi yenə ipi doluyuram. İlk ikisindən keçirtdim. Yenə ipi doluyuram. Yəni cəmi 3 dəfə bura toxuyuram. Baxın, 1, 2, 3. 3 dənə oldu. İndi üçündən bir yerdə ipi keçirdirəm və 2 zəncir çəkirəm. 1, 2. 2 zəncir çəkdim. İpi doladım. İndi növbəti ilməyə keçirəm. Baxın, bir dəfə ilk 2 ilmədən keçirtdim. Oldu 2 dənə.
Bu üçüncü trabzan. Baxın 1, 2, 3. Üçüncü trabzan və bir ədəd də edirəm. Olur dördüncü trabzan. 4 dənə trabzan toxudum, amma 5 dənə ip oldu burada. İndi bu 5 dənənin hamısından bir yerdə keçirdirəm. Sonra isə 2 zəncir çəkirəm. Baxın belə oldu. Birincidə niyə 3 dənə elədim? Çünki burada zəncir çəkmişdim deyə. Bunu da 1 saydım ona görə. 2 zəncir çəkdim. İndi yenə növbəti ilməyə keçirəm. Eyni qayda ilə 1, 2, 3 və 4. Bir dəqiqə, burada çox elədim. 4. İndi bunun hamısından bir yerdə keçirdirəm. Sonra 2 zəncir çəkirəm. Növbətiyə keçirəm. Növbətidə yenə ipi doladım. 1, 2, 3 və 4. Sonra bunun hamısından bir yerdə keçirdirəm. 2 zəncir çəkirəm, ipi doladım, növbəti ilməyə keçirəm. 1, 2, 3, baxın 4. 4 dənə etdim, yenə ipi keçirdim. 1, 2. 2 zəncir çəkdim, növbəti ilməyə keçirəm. 1, 2, 3 və 4. Sonra bunun hamısından bir yerdə keçirdim ipi. 2 zəncir çəkdim və bunu sona kimi edirəm. İndi bunu sona kimi edib qayıdıram. Və bu 11 ədəd toxudum. Bundan 12 ədəd olmalıdır. 2 zəncir çəkdim. Axırıncını da toxuyuram. 1, 2, 3 və 4. Sonra bunların hamısına bir yerdə keçirdirəm. 1, 2. 2 zəncir çəkib. Baxın burada. Baxın buradan ipi keçirdirəm. Bir zəncir çəkib ipi kəsirəm. Bu sırada bitdi. İndi yaşıl rəngi keçəcəm. Baxın oldu belə. Burada 12 dənə olmalıdır. Baxın bundan 12 dənə olmalıdır. Sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Məndə 12 dənə oldu. 12 olmalıdır burada. İndi yaşıl rəngi keçirəm. Yaşıl rənglə başlayıram hardan? Baxın. Budur düzdür son ilmə. Buradan başlayıram. Yenə qıraqda bir ədəd zəncir çəkim. Rahat olsun. Baxın belə etdim. İndi ipi buradan keçirdirəm. 1, 2, 3. 3 zəncir çəkdim. İpi doladım. İndi bu yaşıl rəngi alt üstədə saxlayaraq toxuyuram. Eyni yerə 1, 2 ədəd trabzan toxuyuram. 1 ədəd toxudum və 2. 2 ədəd toxudum. Sonra 2 zəncir çəkirəm. 1, 2. 2 zəncir çəkdim. İpi doladım. Baxın. Bura toxumuşdum. Bu ara boş saxlayıram. Digər araya, baxın bu hissəyə 1, 2 ədəd trabzan toxuyuram. Yəni çox sıx da toxumuram. 2 ədəd trabzan toxuyuram. Sonra ipi 2 dəfə doluyuram. Baxın belə eyni yerə. Baxın bu ikisindən bir keçirdim. Sonra bu ikisindən bir. Sonra da belə. İpi yenə 2 dəfə doladım. Eyni yerdə. Yeni eyni qayda ilə ilk ikisindən bir keçirdim. Yeni ilk ikisindən, sonra belə. Sonra isə 2 zəncir çəkirəm. İndi bunu təkrarlayıram, amma eyni yerə edirəm. Eyni yerə toxuyuram. Baxın 1, 2. 2 dəfə ipi doladım. Belə, belə və belə. Eyni təkrar edirəm. Eyni yerə.
belə. Baxın belə. İndi yenə ipi doluyuram. 2 ədəd də trabzan toxuyuram eyni yerə. Adi trabzan. Baxın. 1 və 2. 2 ədəd trabzan toxudum. Bu elə bilin ki, künc hissədir. Bildiniz, motiv deyil, onun künc hissəsidir. 2 ədəd zəncir çəkirəm. 2 zəncir çəkdim. İndi isə baxın bu araya yox, bunun üzərindəki baxın bu zəncirə. Baxın bura. Görsəniz, bu zəncirə 2 ədəd trabzan toxuyuram. 1 2. 2 ədəd trabzan toxudum. İpi 2 dəfə zəncir çəkdim. İpi doladım. İndi baxın bu ara yox. Bu ara yox. Bundan sonraki araya 2 ədəd trabzan toxuyuram. 1 2. 2 ədəd trabzan toxudum. İndi isə ipi 2 dəfə doluyuram. Baxın, ilk ikisindən keçirdim. Yenə ilk ikisi və belə. Yenə ipi 2 dəfə doladım. Baxın, belə. Belə oldu. İndi 2 zəncir çəkirəm. İpi 2 dəfə doladım. Eyni yerə. Baxın, yenə ilk ikisindən belə və belə. İndi yenə ipi 2 dəfə doladım. Belə. Oldu belə. İndi isə 2 ədəd trabzan toxuyuram. Bunların hamısını eyni ilməyin içərisine etdim. Yəni eyni araya toxudum bunu. 1 ədəd toxudum və 1 ədəd də trabzan toxuyuram. Baxın 4 dənə burada, 4 dənə də burada. Belə oldu. 2 zəncir çəkirəm. 2 zəncir çəkdim. İndi baxın bu ara yox, bu ilmə yox. Baxın bunun üzərindəki son ilməyin içərisinə. Baxın bura. 2 ədəd trabzan toxuyuram. Əgər yerlərini düzgün etməsəz, motiv əyri alınacaq. Baxın, görürsünüz, bu araya etmədim. Bu ilməyin üzərinə də etmədim. Sonuncu, baxın, bunun üstündə sonuncu ilməyin üstünə etdim. İndi 2 zəncir çəkirəm, ipi doladım. İndi baxın, bu ara yox, bu ara yox, digər ara. Baxın, bura 2 ədəd trabzan toxuyuram. 1 2. 2 ədəd trabzan toxudum. İpi 2 dəfə doladım. Yəni eyni qayda ilə künclərdə eyni qaydanı edirəm. Eyni cür toxuyuram. Yəni ipi 2 dəfə doladım. Baxın belə. Sonra 2 zəncir çəkirəm. İpi 2 dəfə doladım. Baxın belə eyni qayda ilə. Yenə ipi 2 dəfə doladım. Belə. İndi isə 2 ədəd trabzan toxuyuram. 1 2. 2 ədəd trabzan toxudum. İndi isə 2 zəncir çəkirəm. Baxın 3 dənə küncü artıq etdim. Motivi eləyəndə əlinizdə baxın. Əgər əyilib eləyirsə, deməli nəyisə düzgün toxumamısınız. İndi 2 zəncir çəkirəm. 1 2. İpi doladım. İndi baxın eyni qayda ilə bu araya yox. Bu zəncirin üzərinə yox. Baxın bura. 2 ədəd trabzan toxuyuram. Baxın, açıq göstərim. Bura yox, burada yox. Baxın, bunun bitdiyi yerə. Bura. 2 ədəd trabzan toxuyuram. Sonra 2 zəncir çəkirəm. İpi doladım. Baxın, bu boşluğa yox. Baxın, bura yox. İkinci boşluğa, baxın bura. 2 ədəd trabzan toxuyuram. 1 2. Sonra isə ipi 2 dəfə doluyuram. İpi 2 dəfə doladım. Eyni yerə, yox, 2 dəfə doluyuram. Eyni yerə, baxın, eyni qayda ilə. Belə, yeni 2 dəfə doladım. Belə və belə. 2 zəncir çəkirəm. İndi yenə 2 dəfə doluyuram. Eyni yerə. Baxın, belə. 1, yenə ipi 2 dəfə doladım. Oldu ikinci. İpi doladım.
2 ədəd də trabzan toxuyuram. Birini toxudum və bu da ikinci. Sonra isə 2 zəncir çəkirəm. İndi isə burada baxın, zəncir çəkmişdim başlayanda. Həmin zəncirin üzərinə ilmək sürüşdürmə edirəm. Bir zəncir çəkirəm. Baxın, alanda belə. İpi kəsirəm. Motivi toxuyanda çox sıx toxumayın. Baxın, belə. Alanda bu cür. İndi isə üzərini toxuyuram. Yenə keçirəm bu qəhvəyi rəngə. Qəhvəyi rənglə davam eləyirəm. İndi qəhvəyi rəngə keçdim. Başlayıram hansı hissədən. Baxın, burada ipi kəsmişdim. İndi bu boşluqdan yox. Bu boşluğun ilk ilməsi var. Baxın bu. Baxın bu. Buradan başlayıram. 1, 2, 3. 3 zəncir çəkdim, ipi doladım. Qısa olan ipi əlimlə belə saxlayıb üzərinə toxuyuram. 3 zəncir çəkdim, ipi doladım. Bu sıranın hamısı trabzan olaraq toxuyacağım. İndi necə toxuyuram? İpi doladım. Baxın, eyni yerə bir ədəd trabzan toxudum. Bu oldu 1. Növbəti ilməyə yenə trabzan toxuyuram. 2, 3 və 4. 4 ədəd trabzan toxudum. Baxın, hər ilməyə bir ədəd toxudum. İndi isə ipi doladım. Baxın, bu boşluq var ya buradakı. Bu boşluğun içərisinə 2 ədəd trabzan toxuyuram. 1, 2. 2 ədəd trabzan toxudum. İndi isə 2 zəncir çəkirəm. 1, 2. 2 zəncir çəkdim. Eyni boşluğa 2 ədəd yenə trabzan toxuyuram. Baxın, 1, 2. 2 ədəd trabzan toxudum. Baxın, 3-cü əmələ gəldi. 2 ədəd toxudum, ipi doladım. İndi burada ilməyi itirməyin. Baxın, burada hərdən adam itirir. Baxın, boşluqdan sonraki ilk ilmə var. Baxın, bu. Birbaşa buna keçməyim. Buradakı ilməyə də toxumaq lazımdır. İndi bir ədəd toxudum. Cəmi 4 ədəd toxuyacağım. Birini toxudum. Növbəti ikinci trabzan. Üçüncü trabzan və dördüncü trabzan. 4 ədəd trabzan toxudum. İndi isə ipi doladım. Baxın, ipi doluyuram. İndi bu boşluğa yox. Baxın, çəhrayı rəngə keçirəm. Çəhrayı rəngdə arada boşluq var. Bunun altındakı boşluq. Baxın, bura belə uzun trabzan toxuyuram. Belə dartıram yuxarı. Baxın, bu oldu 1. İpi yenə doladım. Eyni yerə. Baxın, ipi uzadıram belə. Bu oldu 2. İpi doladım. Yəni, ipi uzadıram. Oldu 3. Görürsünüz, 3 ədəd trabzan toxudum. Sadəcə uzatdım ipi. İpi doladım. İndi növbəti araya keçirəm. Baxın, 3 ədəd toxudum bura. İndi buralara toxumuram. İndi yenə bu boşluq var. Bu boşluğun altındakı boşluq var. Baxın, bura. İndi bura yenə 3 ədəd trabzan toxuyuram. Uzadıram. Baxın, belə. Bu oldu 1. Eyni yerə uzatdım yenə. 2, 3. 3 ədəd toxudum. Görürsünüz, 3 ədəd uzun trabzan toxudum. Yəni, uzatdım ipləri. İndi ipi doluyuram. Baxın, bu dibdəki ilmə var. Baxın, buradakı. Buradan başlayıram və 4 ədəd trabzan toxuyuram. 1, 2, 3, 4. 4 ədəd trabzan toxudum. İpi doladım. İndi bu boşluğun içərisinə 2 ədəd trabzan toxuyuram. 1 və 2. 2 ədəd toxudum. 2 zəncir çəkdim. İpi doladım. Eyni yerə yenə 2 ədəd trabzan toxuyuram. 1 və bu da 2. 2 ədəd trabzan toxudum. İpi doladım. İndi yenə baxın, bu dibdəki ilmədən başlayıram. Bundan.
Bu oldu 1, 2, 3 və 4. Cəmi 4 ədəd olmalıdır. 4 ədəd toxudum, ipi doladım. İndi yenə uzun trabzanlar toxuyacağım. Baxın, boşluğun altındakı bu çəhrayı rəngdə boşluq var. Həmin ora 3 ədəd trabzan toxuyuram. Sadəcə ipi uzadıram. Baxın, eyni yerə ipi uzatdım. Bu oldu 2. Yenə eyni yerə ipi uzatdım. Oldu 3. 3 ədəd trabzan toxudum. İndi növbətiyə keçirəm. Bu boşluğun altındakı boşluğa. Baxın, bu oldu 1. 1 ədəd toxudum. 2. 3. 3 ədəd toxudum. İndi ipi doladım. Yenə trabzan toxuyacağım. Baxın, bu dibdəki ilmədən başlayıram. Və 4 ədəd trabzan toxuyuram. 1, 2, 3 və 4. 4 ədəd toxudum. İpi doladım. İndi bu boşluğun içərisinə 2 ədəd trabzan toxuyuram. 1, 2 və 2 zəncir çəkirəm. Eyni yerə 2 ədəd trabzan toxuyuram. 1, 2. 2 ədəd trabzan toxudum. İpi doladım. Yenə bu dibdə olan ilməyi itirməyin. Bunu itirsəz səhv gedəcək. İndi yenə 4 ədəd trabzan toxuyuram. 1, 2, 3 və 4. 4 ədəd trabzan toxudum. İpi doladım. İndi uzun trabzanlar toxuyacağım. Boşluğun altındakı boşluğa. Baxın, çəhrayı rəngə. Uzun trabzan toxuyuram. Belə ipi dartıram. Bu oldu 1, 2 və 3. 3 ədəd toxudum. İpi doladım. İndi digər boşluğa. Baxın bura. 1, 2 və 3. 3 ədəd toxudum. İndi 4 ədəd trabzan toxuyacağım. Baxın, yenə bu ilmədən başlayıram. 1, 2, 3 və 4. 4 ədəd toxudum. İndi bu boşluğun içərisinə 2 ədəd trabzan toxuyuram. 1, 2. Sonra isə 2 zəncir çəkirəm. Eyni boşluğa 2 ədəd daha trabzan toxuyuram. 1, 2. Sonra isə yenə uzun, daha doğrusu yox, hələ 4 dənə trabzan toxuyacağım. Baxın bura. Sonra isə 4 ədəd trabzan toxuyuram. 1, 2, 3 və 4. 4 ədəd toxudum. İpi doladım. İndi bu çəhrayı rəngdəki boşluğa 3 ədəd trabzan toxuyuram. 1, 2 və 3. 3 ədəd trabzan toxudum. İpi doladım. İndi digər boşluğa yenə 3 ədəd toxuyuram. Bu oldu 1, 2 və 3. 3 ədəd toxudum. 3 ədəd toxudum. İndi ilk ilmək ilə ilmək sürüşdürmə edirəm. Bir zəncir çəkirəm. Baxın, alındı belə. Baxın, belə alınır. İndi
isə əgər siz bunun biraz da böyük olmağını istəyirsinizsə, bir sıra daha trabzan toxuya bilərsiniz. Hər ilməyə bir ədəd trabzan toxuyasınız. Künc hissələrə isə 2 ədəd trabzan toxuyub 2 zəncir çəkib yenə eyni boşluğa 2 ədəd trabzan toxuyasınız. Və bunu neçə sıra istəsəz artıra bilərsiniz. Yəni bu şəkil qalacaq. Sadəcə böyük hissəsi, yəni motiv böyüyəcək. İndi mən bunu böyütmürəm. Sadəcə bir sırada sıx iynə toxuyuram və bu qədər. İndi sıx iynələri toxuyuram. Hər ilməyə bir ədəd sıx iynə toxuyuram və sayıram. 1, 2, 3, 4, 5, 6. 6 ədəd toxudum. İndi boşluğa gəldim. Boşluğun içərisinə 2 ədəd toxuyuram. Sonra 2 zəncir çəkirəm. Yenə 2 ədəd toxuyuram. 1, 2. 2 ədəd toxudum. Sonra baxın bu dibdəki ilməyi itirmirəm. Burada toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. 18 ədəd toxudum. İndi bu boşluğun içərisinə 2 ədəd sıx iynə toxuyuram. 2 zəncir çəkirəm. Yenə 2 ədəd sıx iynə toxuyuram və belə toxuyanda künc əmələ gəlir. İndi isə yenə dibdə ilməkdən başlayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 və 18. İndi boşluğun içərisinə 2 ədəd sıx iynə toxuyuram. 2 zəncir çəkirəm. Eyni boşluğa yenə 2 ədəd sıx iynə toxuyuram. Belə və dibdəki ilmədən yenə başlayıram və 18 ədəd toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. 18 ədəd toxudum. İndi isə boşluğun içərisini toxuyacağım. Bura yenə həmişəki 2 ədəd sıx iynə toxuyuram. 2 zəncir çəkirəm. Eyni yerə 2 ədəd sıx iynə toxuyuram. Sonra isə yenə dibdəki ilmədən başlayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və 12. 12 ədəd toxudum. İlk ilmək ilə ilmək sürüşdürmə edirəm. Bir zəncir çəkib ipi kəsirəm. İndi mən ipi saxladım. Amma yəni motiv bitir. Baxın, alındı belə. Bu motivdən artıq olan ipləri alt hissədə kəsə də bilərsiniz, düyünləyə də bilərsiniz, yapışdırmaq da olar. İndi mən bundan sonra başqa bir şey toxuyacağım üçün
tam kəsmədim. Yəni onu düzəldəcəm hələ. Baxın, belə alında bu motivdən uşaqlar üçün, əsasən qızlar üçün donlar toxuya bilərsiniz. Yuxarı hissəsini belə toxumalardan motivlər edib birləşdirə bilərsiniz. Aşağı hissəsini isə çift parçadan və yaxud da başqa bir pamuk parçalardan filan donlar hazırlaya bilərsiniz. Bu motivdən çantalar hazırlamaq olar, kaşoklar, yəni istənilən bir şey hazırlamaq olar bundan. Çanta ən çox hazırlananda yay üçün çantalardır. Baxın, belə güllü çantalar hazırlaya bilərsiniz. Bu üst hissənin rəngini siz fərqli də götürə bilərsiniz. İndi mən bu rəngdən istifadə etdim. Yəni siz bu hissəni, bu sonuncu hissəni fərqli rəng toxusanız, onda gül daha nəzərə çarpacaq ki, güldür, bu yaşıl da yarpaqlarıdır. Belə, bu qədər. Əgər bəyəndinizsə, videonu bəyənməyi, yaxınlarınızla paylaşmağı unutmayın. Dəstəyiniz vacibdir. Növbəti sxemin hansı oyuncaq olmasını və yaxud da nə olmasını istəyirsinizsə, rəylərdə qeyd edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı unutmayın. Sağ olun. Növbəti sxemlərdə görüşənə qədər.